Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün deməli dərs 18-in ikinci hissəsinin, yəni formativ qiymətləndirmənin izahına baxacağıq. Yadınızdadsa müəllimlər, əvvəlki dərsdə formativ qiymətləndirmə haqqında da müəyyən məlumatlar vermişdik ki, formativ qiymətləndirmə şagirdin davamlı inkişafını izləyən bir qiymətləndirmədir. Yəni əvvəldə aparılan qiymətləndirmə ilkin qiymətləndirmə diaqnostik, keçində aparılan, yəni şagirdin nailiyyətlərini nə öyrənib onu qiymətləndirmək üçün aparılan qiymətləndirmə summativ qiymətləndirmə və dərs prosesində 45 dəqiqə ərzində davamlı aparılan qiymətləndirmə isə formativ qiymətləndirmə idi. Hal-hazırda formativ qiymətləndirmə haqqında danışırıq. Nədir formativ qiymətləndirmə və niyə, nə səbəbə aparılmalıdır? Formativ qiymətləndirmə ümumiyyətcə, yəni fəaliyyət zamanı müəyyən suallara biz cavab tapmalıyıq ki, yəni formativ qiymətləndirmə aparmaqda məqsədimiz nədir? Niyə aparırıq bu qiymətləndirməni? İlk öncə şagirdin hədəfi nədir? Yəni şagird nəyi öyrənəcək? 45 dəqiqə ərzində biz qarşımıza məsələn dərsə giririk, hədəf qoyuruq ki, bu gün məsələn bu 45 dəqiqə ərzində şagirdə həmişə dediyim bir qayda isim öyrədirəm. Və yaxud nə bilim feil öyrədirəm. Hər hansı bir nitq hissəsi olsun, hansısa bir bölmədən olsun. Nə bilim deyəm ki, tarixdən bu gün Səfəviləri keçirəm. Elədirmi? Bugünkü mövzum Səfəvidir. Əla. Nə edir? Yəni hədəfimiz nədir? Bu gün nə öyrənəcəyik? Şagird nə öyrənəcək? İlk. Daha sonra şagirdin mövcud vəziyyəti necədir? Yəni hal-hazırda öyrənməli olduğu məsələdən nə qədər xəbərdardır? Yəni aydın məsələdə cümlədən göründüyü kimi şagird Səfəvi haqqında nə qədər məlumatlıdır? Bunu demək olar ki, əvvəlki dərslər, yəni bizim öz şagird olduğumuz vaxtlarda da və yaxud hal-hazırda pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər varsa da, onlar da bəzən demək olar ki, çox və mütəmadi olaraq dərsə keçid eləməmişdən qabaq şagirdlərin keçəcəyi dərs qabaqlı nə bildiyini soruşur. Uşaqlar, bugünkü dərsimiz Səfəvidir. Deyin görə Səfəvi haqqında nələr bilirsiniz? Bu kimi suallar ünvanlayır. Daha sonra şagird məqsədinə necə çata bilər? Yəni, nəyi etməlidirsə dəfə çatsın. Və biz şagirdə bu dərsi öyrətmək üçün nə eləməliyik? Onu hansı yolla məqsədə daha rahat çatdıra bilərik? Yəni, nə etməliyik ki, şagird bu dərsi daha rahatlıqla öyrənsin? Bu kimi suallara cavab tapmalıyıq formativ qiymətləndirmədə. Daha sonra, formativ qiymətləndirmənin vacib xüsusiyyətləri var ki, o xüsusiyyətlərə cavab verməlidir formativ qiymətləndirmə. Deməli, ilk növbədə təlim nəticələrinə uyğunluq. Əvvəlki dərsdə qeyd eləmişdik uyğunluq məsələsini. Çünki, məsələn, formativ qiymətləndirmə zamanı verdiyimiz sual, bizim təlim nəticəmiz nədir? Səfəvi, elədirmi? Ay, sağ ol. Və verdiyimiz sual Səfəviyə uyğun olmalıdır. Formativ qiymətləndirmə zamanı verdiyimiz sual. Biz gedib ağ qoyundan, qara qoyundan sualı verə bilmərik. Əgər şagirdin bugünkü dərs keçdiyimiz mövzu Səfəvidirsə, şagirdin Səfəvilər haqqında öyrənməsini yoxlamalıyıq. Yəni, gedib ağ qoyundan, qara qoyundan danışası deyilik ki, qiymətləndirmə meyarlarının olması. Və sən qiymətləndirirsənsə də, biz bilirik ki, qiymətləndirmə meyarları, əvvəlki dərslərdən də xatırlayırsınızsa, qiymətləndirmə meyarları şagirdlərə əvvəlcədən təqdim olunmalıdır ki, öyrənmə prosesi anlaşıqlı olsun. Məsələn, qeyd etmişdik ki, deyəlim, qiymətləndirmə meyarı veririk, bir də vermirik. Qiymətləndirmə meyarı təqdim eləmirik. Qiymətləndirmə meyarını verməsək, şagird nəyə diqqət eləməlidir bilmir. Mətn vermişik, deyirik oxu, amma qiymətləndirmə meyarını verməmişik. Bu da eləcə mətn oxuyur, amma bilmir biz onu nəyə əsasən qiymətləndirəcəyik. Amma meyarı versək ki, durğu şairələrinə diqqət eləyir, intonasiya ilə oxuyur, məsələn, 2 dənəsini qeyd etməli ki, şagird oxuyan zaman durğu şairələrinə diqqətli yanaşacaq, intonasiya ilə oxuyacaq. Və nəticədə bizim məqsədimiz daha rahat reallaşacaq. Onda durğu işarələrinə diqqət eləməkdir, intonasiyanın oxuma bacarıqlarını formalaşdıra biləcəyik rahatlıqla. Bu da eyni şeydir, qiymətləndirmə meyarlarının olması. Bunu təqdim edirik ki, şagird Səfəvilər mövzusunda nəyə diqqətli yanaşmalıdır? İndi biz bu birinci və ikinci məsələlər haqqında məlumatımız olduğu üçün biz birbaşa effektiv əks əlaqə və davamlı müşahidənin aparılmasıdır. Əgər sizin birinci və ikinci bu məsələlər haqqında məlumatınız yoxdursa, qeyd olunan səhifələri, Time-ın kitabında qeyd olunan səhifələrdən açıb təkrar edə bilərsiniz. Və indi biz üçüncü məsələdən başlayacaq danışmağa. Çünki bizə yeni olan, yəni bizim üçün təzə tanış olacağımız məsələlər üçüncü və dördüncü məsələlərdir. Effektiv əks əlaqə. Effektiv əks əlaqə, yəni rəy vermək. Baxın müəllimlər. Burada nə qeyd edib bizim üçün? Qeyd edib formativ əks əlaqə, bir də summativ əks əlaqə. Düzdürmü? Ümumiyyətcə əks əlaqəni qoyuram qırağa. Biz formativ və summativ sözlərini
Bilirik ki, formativ davamlı bir qiymətləndirmə idi. Summativ yekun qiymətləndirmə idi. Əks əlaqə də eynidir. Formativ əks əlaqə davamlı olaraq 45 dəqiqə ərzində verilən əks əlaqədir və yaxud proses davam etdiyi halda verilən əks əlaqədir. Amma summativ qiymətləndirmə proses davam etmir. Artıq hər hansısa bir fəaliyyətin yekununda biz qiymət veririk. Bu da summativ qiymətləndirmədir. Öyrənmə prosesində verilir. Hər hansısa bir bölmənin və fəaliyyətin sonunda verilir. Formativ və summativ qiymətləndirmə belədir. Daha sonra əks əlaqənin növləri var müəllimlər. Biz hələ ki əks əlaqə haqqında danışırıq da biz 3-cü məsələ haqqında danışırıq hər şey. Əks əlaqədən rəydən. Bunlar əks əlaqənin yəni effektiv əks əlaqə, formativ əks əlaqə var. Bir də summativ əlaqə var. Nəyə görədir? Bir də bax vacib məqam məqsədə görə. Məqsədinə görə formativ və summativ əks əlaqə var. İndi əks əlaqənin növləri. Bax bizə deyəsə ki, əks əlaqənin formativ və summativ kimi növləri var. Xeyr. O məqsədə görə formativ və summativ olur. Məqsədə görə formativ və summativ. Amma növlərdirsə biz baxırıq. Korrekt edici əks əlaqə var, təsviri, konstruktiv və motivə edici əks əlaqə. Motivə edici əks əlaqə. Baxın. İndi gəldik nəyə? Korrekt edici əks əlaqə nədir? Qarşısına qeyd etmişəm müəllimlər. Əsas fərqləndirəcək predmetləri. Burada əsas diqqət şagirdin buraxdığı səhvlərə yönəlir. Yəni siz misal həll edirsiniz. Deyəlim tənlik həll edirsiniz. 12 x bərabərdir 12 üstə gələk 5 yazırsınız. Bax sizin burada hal-hazırda buraxdığınız səhv bunun plus olmalıdır və mən müəllim olaraq ani korrekt eləyirəm. Düzəliş eləyirəm ki, şagird burada bu mənfi olmalıdır. Bunu düzəliş elə. Və sən düzəliş elədin, x bərabərdə artıq çıxdın, tabi 7 tapdın. Gördünmü? Mən proses gedə-gedə sənə müdaxilə elədim və burada buraxdığın səhvi düzəltdim. Elədiyin yanlışı düzəltdim. Və belə olan halda sən artıq prosesdə ləngimirsən. Sadəcə bir kiçik səhv idi. Bunu mən düzəliş elədim və sən prosesin axıcılığı öz qaydasında davam eləyir. Və mənim etdiyim düzəliş fikir verdisə, bax, vacib prosedural məqamla bağlıdır. Yəni, burada 10 minus olsa problem yaşanacaqdır. Yəni, deyəlim ki, eyb yox, qoy davam eləsin, görək nəticə nə olur. Belə məsələ deyil. Sadəcə bir dənə mən onu xatırladıram ki, burada minus yox, yəni plus yox, minus olmalıdır. Və proses davam eləyir. Baxın, bu formada etdiyimiz düzəlişlər bizim korrekt edici əks əlaqədir. Məsələn, mətn oxuyur şagird. Nə bilim, və yaxud nəsə ess yazır, nəsə hansısa bir fəaliyyət yerinə yetirir. Xırda bir kiçik səhv eləyir və biz ona ani düzəliş eləyirik ki, onun yerdə qalan fəaliyyəti səhv getməsin. Düşünün ki, x nöqtəsindən y nöqtəsinə gəlməlidir. Fəaliyyətini nəzərdə tuturuq. Gəlib bura çatanda bir kiçik səhv eləyir. Və o səhv elədikcə artıq burada düyünə düşəcək də. Və biz onu nə edirik? Tez bir dənə kömək eləyirik, onun fəaliyyətini düzəldirik, dəstək oluruq və prosesə davam eləyir. Rahatlıqla fəaliyyəti yerinə yetirir. Təsviri əks əlaqə nədir? Təsviri əks əlaqə. Bu əks əlaqədə şagirdlərin nəyi yerinə yetirib yetirmədikləri təsvir olunur. Yəni müəllim şagirdin fəaliyyətindəki uğurlar və çatışmazlıqlar haqqında detallı şəkildə fikir bildirir. Niyə hərf və hərf oxudum? Əsas məsələ müəllimdir. Baxın, nə deyir? Detallı şəkildə fikir bildirir, təsvir edir. Yəni, burada heç nə düzəliş, nəsə bir müdaxilə yoxdur. Sadəcə, sən prosesi yerinə yetiribsən, bayaqki dediyim o x tənliyində. X üstə gələk 5, bərabərdir 12, x bərabərdir 12, üstə gələk 5, x bərabərdir 19 tapırsan. Elədimi? Bax, mən gördün, heç arada düzəliş eləmədim. Korrekt eləsəydim, korrekt edici əks əlaqə olsaydı, bunu düzəltmiş olardım burada. Və mən korrekt edici əks əlaqədə düzəliş eləmədim. İndi gəlib yekuna çıxmışıq, mən nə edirəm? Burada sənin etdiyin bütün məqamları, bax, x üstə 5 bərabərdir 12, tənliyimiz budur. Sən x-i solda saxladın, bəli. 12 də öz yerində qaldı. Sən 5-i keçirdin, bu tərəfə müsbət ilə keçirdin və sən orada yanlış etdin, o mənfi ilə keçməli idi. X bərabərdir, amma yenə də toplama mənlə doğru yerinə yetiribsən, x-i 19 tapırsan, təsvir eləyirəm. Bütün prosesi təzədən sən yazdığını mən sözlə danışıram. Təsviri əks əlaqə. Konstruktiv əks əlaqə nədir? Bu əks əlaqədə şagirdin tapşırıqda nəyi düzgün, nəyi yanlış yerinə yetirdiyi haqqında məlumat verilir, həmçinin səhvlərin necə düzəltməyə yolları göstərir. Artıq, bax burada x üstə gəl 5 bərabərdir 12, x
bərabərdir 12 üstəgəl 5. Artıq burada konstruktiv əks əlaqədə fəaliyyət bitəndən sonra sənə deyirəm ki, sən burada bunu plus yox, minus yazsaydın və sənin səhvin buradakı plusdur. Bunu minus olaraq yazsaydın, sən cavabı doğru olaraq 19 yox, 7 tapacaqdın. İndi qısa lakonik şəkildə nədir? Korrektedici əks əlaqə fəaliyyət davam eləyə mən düzəliş eləyirəm. Bir də qayıdıram eyni yerə. Fəaliyyət davam eləyirsən, 12-ni üstəgəl 5 yazan kimi mən onu düzəltdim. Korrektedici əks əlaqədir. Amma 12 üstəgəl 5 x bərabərdir 19. Mən sənin fəaliyyətini təsvir eləyirəmsə, bütün məqamlarınla doğruların, səhvlərin, etdiyin toplama əməlinin doğruluğu təsvir əks əlaqədir. Ancaq digər məsələ x üstəgələk 5 bərabərdir 12, x bərabərdir 12 üstəgələk 5, x bərabərdir 19. Mən indi burada sənin səhvini başa salıram ki, bax, x-dən sonra 12 plus yox, minus yazsaydın, çıxaq qoysaydın, fəaliyyətin düz olardı. Konstruktiv əks əlaqə. Və bir də bunlardan çox-çox fərqlənən, rahatlıqla tapa biləcəyimiz motive edici əks əlaqə. Motive edici əks əlaqə. Motive edici əks əlaqə nəticəyə yox, prosesə yönələn əks əlaqədir, prosesə. Çünki niyə nəticəyə yönəlmir? Bu, müəllim, sual düşübdür. Nəticəyə yox, prosesə yönələn əks əlaqə. X üstəgələk 5 bərabərdir 12. X bərabərdir cavabı 19 tapırsan. Mən sənin necə burada tapdığın cavabı qiymətləndirim. Axı, sən səhv tapırsan. Cavaba qalsa mən istəməliyim sən ki, cavabın yanlışdır, tapşırıq təzən. Amma mən nə edirəm? Prosesi dəyərləndirirəm ki, halal olsun. Sən tənliyi ən azı gedişatını düz bilirsən. Sadəcə orada plus minus məsələsini səhv bilirsən. Da bayaqki kimi yazsaq x plus 5 12, x bərabərdir 12 üstəgələk 5, x bərabərdir 19. Fəaliyyətini qiymətləndirəm, ancaq deyirəm ki, eybi yox, sən burada minusla keçitsəydin, deyəlim ki, gəlin bunu minusla keçit və yaxud minusla keçitsəydin, cavabın doğru olardı. Amma sənin fəaliyyətini qiymətləndirirəm, cəhd eləmişsən, rəqəmlərin keçirmə ardıcıllığı, yəni x harda qalır, nədir, nə deyil. Bu kimi məqamları bilirsən. Gördün, motive eləyirəm səni. Cavabı səhv tapsam belə dəstək oluram sənə, motive eləyirəm. Bu da əks əlaqənin növləridir. İndi əks əlaqənin məzmunu var. Məzmunu. Öyrənmə prosesi haqqında əks əlaqə var, məzmun haqqında əks əlaqə, məhsul haqqında əks əlaqə. Məhsul haqqında əks əlaqə. Öyrənmə prosesi haqqında əks əlaqə, baş səhifə şagirdin öyrənmə prosesinə, adlarından hamısı görünür. Əks əlaqə öyrənmə prosesi ilə bağlıdır, məzmun haqqında məzmun ilə bağlıdır. Burada diqqət eləməliyiniz və belə deyim, qarışdıra biləcəyiniz məqam nədir? Baxın, müəllimlər. Sizcə məzmun haqqında əks əlaqə, mən deyəlim ki, bax, məzmundur. Cavabı gəlib yuxarıda səhv 19 tapmışam da, bu məzmun haqqındadır. Sən məni burada motive eləyə bilərsən? Axı, bu vacib bir məqamdır. Mən bunu səhv tapmışamsa, bu getdi. Proses, baxın, harda, nəyə diqqətinizdə saxlayın. Bir də burada məqama toxunum, bir dəqiqə burada. Aha. Deməli, haradaydı? Bəlkə düz açmışdım, nə PDF-i burada. Bax, bu. Bir də bu məsələ. Biz harda bayaq dedim, nəticəyə yox, prosesə yönəlirik. Motive edici əks əlaqədir. Bəli, nəticəyə yox, prosesə. İndi üçündə də görürsünüz konstruktiv təsviri, korrekt edici, konstruktiv təsviri, korrekt edici var. İndi sual yarandı ki, görəsən imtahanda düşübdür, motive edici hansına aid idi? Məzmun haqqında olan aid idi, yoxsa proses haqqında? Sən bilirsən ki, nəticəyə yox, prosesə harda yönəlik motive edicidə? Deməli, proses götürəsən, öyrənmə prosesi haqqında əks əlaqə. 4-ü bura aiddir, 3 aşağı. Məzmun haqqında əks əlaqə aiddir. Məhsul haqqında əks əlaqə. Bax, cavabı məhsuldur da, tapırsan 19. Düzdür? Gəldin, axırda səhv tapdın da, cavabı 7 tapırsan, 19 tapırsan. Mən sənə qayıt deyirəm ki, bu nə cavabdır tapırsan? 19 nədir? Səhvdir, ged otur. Təzədən işlə, belə olmaz, el olmaz. Sən artıq həvəsdən düşürsən. Mən səni qiymətləndirirəm ki, eybi yox.
Ardıcıllığın düzdür. X-i solda saxlayıbsan, rəqəmləri keçirdibsən bu tərəfə. Amma burada etdiyin səhv, sən onu plus yox, minus olaraq keçirməliydin. Mən artıq görürsən, etdiyim nəticə haqqında sənin məhsuluna qayıdıb demirəm ki, 19 deyil, 7-dir, bu nədir? Səni başa salıram ki, bunu necə doğru eləməlisən. Necə gəlib ora çıxa bilərsən. Bu məhsul haqqında, nəticə haqqında əlaqədir. Aha, bir də əks əlaqə. Müəllim şagirdə əks əlaqə verə bilər. Şagird şagirdə əks əlaqə verə bilər. Hətta şagird özü özünə əks əlaqə verə bilər. Ay sağ ol. Məsələ əks əlaqədə nədir? Baxın, indi burada müəllim bizə əks əlaqə verir. Bu məqama toxunmaq istəyirəm. Müəllim bizə əks əlaqə verir. Dostumuz bizə əks əlaqə verir. Özümüz özümüzə əks əlaqə veririk. Mən əlbəttə ki, özümə əks əlaqə verəndə istəyirəm ki, nisbətən yüksək qiymətləndirim. Və yaxud dostum mənə əks əlaqə verirsə, yüksək qiymətləndirmək istəyirəm. Amma biraz münasibətim pis olan biri əlbəttə ki, məni kəsib doğrulamaq istəyir, aşağı rəy vermək istəyir. Necə eləyək ki, bu düz olsun? Burada bu məqamlar təsir eləməsin. Meyarımız olmalıdır. Obyektiv olmalıyıq. Obyektiv olmalıyıq. Əks əlaqə şagirdin yalnız akademik fəaliyyətinə deyil, onun davranışına, sosial bacarıqlarına, ünsiyyətinə verilməlidir. Bunun üçün isə müəllim müşahidə bacarığı üstə olmalı. Nətər? Ola bilsin ki, sizin bəzən məktəb mühitində müəllimlərinizdən bu sözü eşidibsiniz ki, oxumasan da sənin bu özünə aparmağına, bu tərbiyənə, bu qanacağına görə sənə 2 yox, 3 verirəm ki, sinifdə qalma. Bu sözü eşidibsiniz bəzən. Bu düzdür, bir o qədər indi o bizim müəllimlər doğru yanaşma, biraz bu bizim indiki toxunduğumuz məqamdan uzaqlaşırdı, amma nisbətən ona yaxındır. Yəni nəyi nəzərə alırdı? Bizim davranışımızı, sosial bacarıqlarımızı, ünsiyyətimiz kimi məqamlarımızı nəzərə alırdı. Və bunun üçün müəllim nə etməlidir? Bizim kollektivdəki davranışımızı müşahidə etməlidir. Bəlkə mən elə 200-lüyəm, müəllimin yanında xoş davranıram, kənarda uşaqlara pis rəftar eləyirəm. Müəllim bizi düzgün müşahidə etməlidir. Və bunun üçün müəllimin nədir? Müşahidə bacarığı yüksək olmalıdır. Deməli, yalnız bizim, belə deyim, əks əlaqəmizə akademik nailiyyətlərimiz təsir eləyir? Xeyr. Digər məsələlər də təsir etməlidir. Məsələn, mən cəhd eləyirəm oxumağa, amma 3 alıram da, bu 3-dən o tərəfə keçənmirəm. Nə qədər oxusam da yaxşılaşdıramıram. Müəllim mənim bu çalışmağıma, bu səyimə, bu belə nətər deyim, canfəşanlıq eləməyimə onu da bir nəzərə almalıdır. Ona da rəy verməlidir ki, sənin bu çalışmağın, bu belə deyim, dönməzliyin, cəhd eləməyin hamısı yaxşı məqamdır. Bunlara toxunmaq üçün mən daha həvəslənirəm. Daha sonra müəllimlər, davamlı müşahidənin aparılması nədir? Bax, bu dediyim, yuxarıda dediyim, müəllim təkcə şagirdin akademik nailiyyətinə deyil, bu bacarıqlarına da yönəlməlidir və bunun üçün müşahidə bacarığı olmalıdır. İndi müşahidə nə tərəf aparılır? Müşahidə nə tərəf aparılır? Ümumiyyətlə, müşahidə tək 45 dəqiqənin məsələ deyil. Bax, bayaq dedim, mən sinifdə əla, yaxşı uşaqlarla yaxşı rəftar edirəm, amma sonra çıxan kimi ona sataşıram, buna sataşıram, olmadı. Deməli, müşahidə təkcə 45 dəqiqə mühitində deyil, bütün tədris prosesində gedir. Bütün tədris prosesində. Və bu müşahidə bütün tədris prosesində gedirsə də, o deməkdir ki, 45 dəqiqə getdi, tənəffüsdə müşahidə dayanmalıdır, təzədən digər 45 dəqiqə belə deyil. Bu, davamlı proses olmalıdır. Davamlı proses olmalıdır. Və müşahidə formal ola bilər, qeyri-formal ola bilər. Məsələn, biri var, mən şifahi olaraq baxıram, qeyri-formal, elə uşaqdır da, tanır, düşün, nə bilim, nə inir? Dərs zamanı 45 dəqiqə hər gün uşaqları görürəm də, hər gün orada uşaqların bir-bir davranışını qeyd götürməli deyirəm ki, bu qeyri-formaldır. Amma müxtəlif strukturlu tədbirlərdə aparılırsa da, ümumiləşdirici dərslər, viktorina, kiçik layihələr zamanı aparılırsa da, bu formaldır. Çünki dərsdən artıq kənarda, yəni dərsdən kənar deməyək də, müxtəlif bir yüksək dərəcə aldı bu. Ümumiləşdirici dərslər oldu, viktorinalar oldu, kiçik layihələr oldu. Bu kimi məsələlər artıq formallaşır. Amma qeyri-formal dərsdə 45 dəqiqə ərzində elə gör da uşaqdır. Baxırsan, özün nə tərəf aparır, müəyyənləşdirirsən. Səmərəli əks əlaqə üçün faydası. Bu müşahidənin. Bax, bayaq dedim, əgər mən yaxşı müşahidə eləyirəmsə də şagirdə, bunun pis təsir eləyən məqam, buna xoş gələn məqam, bunun nə sıxıntısı var, nə problemi var, hamısını müşahidə eləyirəm və mən ona rəy verəndə bunun zəif cəhətlərini bilirəm. Yəni, şagird haqqında məlumatımız olmalıdır. Necə ki, ətrafımızdakı insanlar bizə
O deyirik, tam sən məni başa düşürsən ki, məhz kimsə elə gəlir ki, bizə elə gəlir ki, kimsə bizi rahatlıqla başa düşür. O onun müşahidə bacarığından irəli gəlir ki, o bizi yaxşı müşahidə edə bilir. Bizim nəyə ehtiyacımız olduğunu, hansı yöndən belə deyim, motivasiya istədiyimizi başa düşür və o yöndə bizə əks əlaqə verir. Müəllim də elə olmalıdır. Şagirdin nə istədiyini, istəmədiyini düzgün müşahidə etməlidir və onun nəticəsində səmərəli əks əlaqə verməlidir. Daha sonra şagirdin təlim ehtiyacları haqqında məlumat toplanması. Şagirdin təlim ehtiyacları haqqında məlumat toplaması. Müşahidə edirik. Aydın məsələ, görürsən uşaq nəyi öyrənir, nəyi öyrənə bilmir, uşaqdır. Baxırsan ki, tapşırıq veribsən, tənlik, qıraqdan müşahidə edirsən. Görürsən çətinlik çəkir. Və bu formada sən onun öyrənmə tərzini müəyyənləşdirə bilərsən, şəxsiyyət növünü, fənlə münasibətini. Bu formada uşaq var deyirsən, məsələn, görürsən ki, tarix dərsinə girəndə həvəssiz girir, amma ədəbiyyat dərsinə girəndə qaşqabağı yerindən gedir. Bu kimi məqamları biz müşahidə ilə müəyyənləşdirə bilərik. Qeyri-verbal informasiyanın oxunması. Üz, cizgi, danışmır, səs yoxdur, sadəcə hərəkətlərdən, mimikalardan oxuyuruq müşahidə nəticəsində. Sonra sinifin dinamikasının anlaşılması, qeydiyyatın aparılması. Ən vacib məqam müəllimlər. Qeydiyyatın aparılması məsələsidir. Bəzən elə düşünülür ki, müşahidənin qeydiyyatı aparılmamalıdır və buna ehtiyac yoxdur. Yanlış məsələdir. Görsəz ki, müşahidənin qeydiyyatı aparılmamalıdır, ehtiyac yoxdur. Bu kimi məqamlar səhvdir. Müşahidə nəticələrinin qeydiyyatı aparılmalıdır. Çünki qeyd elədiyini sən məktəb rəhbərliyi ilə, valideynlə görüşəndə ona deyirsən ki, bax, budur məsələlər. Əlində bir qeydlər olur və yaxud rahatlıqla məlumat verə bilirsən də qeyd olduğu üçün. Özün qiymətləndirməni dəstəkləmək üçün bu kimi məqamlar var. Daha sonra, baxın müəllimlər, özünü qiymətləndirməni dəstəkləmək məsələsi nədir? Şagird özünün qiymətləndirməsini dəstəkləmək, onları özünü qiymətləndirməyə, düşünməyə sövq etmək, bununla da öz biliş və bacarıqları haqqında məlumat toplamaq üçün yönətməyə xidmət edir. Nə bilim, ümumilikdə formativ qiymətləndirmə zamanı müşahidə sinifdə şagird yönümlü dəstəkləyici mühitin yaradılmasına xidmət edir. Nədir bu? Deyir ki, bax, bu şagird yönümlü dəstəkləyici mühitin yaradılması. Ümumiyyətlə, bunlar ayrı məqamdır. Özün qiymətləndirmə ilə bu şagird yönümlülük məsələsi. Səhv yerdən xətt çəkdim. Bax, buradan. Yenə səhv yer getdi. Bir dənə xətti indi biz buradan çəkəməyəcək ki, ayıraq bunu. Bax, buradan yuxarı ayrıdır, buradan aşağı ayrıdır. Bu şagird yönümlülükdür, bu dəstəkləyici mühitdir, formativ qiymətləndirmə. Nəyə kömək olur? Mən əgər müşahidə eləyirəmsə də, formativ qiymətləndirmə zamanı apardığım müşahidə. Bax, mən indi hazır deyəm ki, dərs keçirəm, aktiv hamımız qoşulmuşuq bura və yaxud əyani olaraq bir yerdəyik. Sizin davranışlarınızı müşahidə edirəm. Məsələn, görürəm, oxu demişəm ki, müəllimlər, mətn üzündən oxuyun. Baxıram ki, filan müəllim qaşqabaqlı hərəkət eləyir. Bu formada oxumaq istəmir. Artıq başa düşürəm ki, deməli, bu oxumaqla arası yoxdur. Amma video çap göstərəndə rahatlıqla oxuyur. Və mən artıq gələn dərs həm mətn oxuduram, həm video çap göstərirəm. Həm şagird yönümlülük, dəstəkləyici mühit gördü, uşaqları nəzərə aldı. Bax, budur. Daha sonra müəllimlər, formativ qiymətləndirmə zamanı aşağıdakı vasitələrdən istifadə oluna bilər. Sual-cavab və sinif müzakirələri, yoldaş qiymətləndirməsi və özünü qiymətləndirmə, şagirdlərin sual verməsi, sual yazması və yaxud doğru-yanlış fikirlər, BB və digər qrafiklər, qısa ümumiləşdirmə, düşün, bölüş, paylaş, şagird üçün çıxış bileti, rubriklər, işıqvor, 3-2-1 strategiyaları. Müəllimlər, baxın, sual-cavab bu texnikası nədir? Bu adından göründüyü kimi də dərs prosesində müəllim girir, dərsi keçirik, məsələn, hal-hazırda. Dərsi izah elədikcə sual verirəm, filan müəllim, nə dedim mən? Filan müəllim, filan şeyin izahını ver. Bax, sual verirəm, cavab alıram, sual verirəm, cavab alıram. Davamlı sual-cavab. Yəni, dərs prosesində hamımızın apardığı sual-cavab prosesi. Və siz bilirsiniz ki, bu sual-cavab prosesində suallar iki formada ola bilər. Əvvəlki dərslərdən bilirsiniz, açıq və qapalı formada. Və bilirsiniz ki, burada hər ikisinin verilməsi lazımdır. Yəni, həm açıq suallar verməliyik, həm qapalı suallar verməliyik. Amma biz görsək ki,
Açıq sualların verilməsi daha məqsədə uyğundur. Biz bu fikirlə razılaşırıq. Amma hər iki tip suallar verilməlidir və hər ikisinin verilməsi vacibdir. İndi baxın, təfəkkür inkişafını dəstəkləyən, nə bilim, başqa fikirlər formalaşdıran, yəni beynimizi inkişaf etdirən hansı ola bilər? Avtomatik olaraq bilirsiniz ki, açıq suallardır da, nisbətən artıq çərçivədən kənara çıxır beynimiz. Yəni öz belə deyim, imkanlarından kənara çıxmağa başlayır beyin. Amma təfəkkürün inkişafını dəstəklənmir. Faktlara, konkret şeylərə. Bu nədir? Azərbaycan paytaxtı adı Bakı. Yadına salırsan faktdır, konkret olaraq faktdır. Elədir, qapalı sualdır. Yadına salırsan faktdır deyirsən. Təfəkkür inkişaf elədi nəsə, sadəcə yaddaş lazımdır. Sualı verən tərəf diaqnoz edir. Sualı verən mənəm. Azərbaycan paytaxtı adı Bakı. Dedin cavab, qurtardı sual-cavab prosesi. Nəzarət mən edirəm. Digər açıq suallarda təfəkkürə yönəlir. Şagirdləri düşünməyə və refleks etməyə sövq edir. Sən düşünürsən, məsələn, sual verirsən, nə bilim, nəsə fərqli bir sual, indi burada nə veribdir? Sənə görə sağlam həyat tərzi nədir? Düşünürsən, fikirləşirsən ki, görən nə ola bilər? Fikirlər formalaşır beynində avtomatik. Konkret cavabı yoxdur ki, yadına salıb deyəsən. Sənə görə sağlam həyat tərzi nədir? Konkret cavabın var, xeyr. Məcbursan ki, nəsə düşünüb beynində bir versiya formalaşdırasan. Bu sual-cavab prosesi. Və sual-cavab prosesində bir də vaxt məsələsi var, müəllimlər. İndi bu da ki, vaxt məsələsini də nəzərə almaq lazımdır. Məsəl üçün, əgər sual veririk, nəsə sual veririk. Tez düşünən şagird 2 saniyə içində durub cavab versə, o bir ara artıq həvəsdən düşür. Yavaş-yavaş sual-cavab prosesindən uzaqlaşır. Amma hamı eyni vaxt verir ki, müəllimlər, 10 saniyə vaxtınız var, düşünün. Sualı veririk, sonra başlayırıq saymaq. Artıq hamının düşünməyə vaxtı olur. Əsas məsələlərdən biri də bax, bu gözləmə vaxtıdır. Sonra nədir? Şagirdin özünü qiymətləndirməsi və yoldaş qiymətləndirməsi. Baxın, müəllimlər, şagirdin özünü qiymətləndirməsi, yoldaş qiymətləndirməsi burada ən vacib məqam öz öyrənməsini ölçür və inkişafı üçün öyrənmə strategiyasını müəyyənləşdirir. Bax, bu qara şifrlə qeyd etdiyim məqam ən vacib. Niyə? Öz öyrənməsini ölçür, inkişafı üçün öyrənmə strategiyasını müəyyənləşdirir. Düzdürmü? Mən sizə deyirəm ki, dərs vermişəm, hal-hazırda bunu oxuyursunuz evdə. Öz öyrənmənizi qiymətləndirmək lazımdır və meyarlar vermişəm. Deyəlim ki, siz o meyarlar üzrə müəyyənləşdirici ölçmənizi. Bu əsas primitiv şeydir. Asandır da, meyarlara baxdınız, qiymətləndirdiniz. Növbəti mərhələ inkişaf strategiyasıdır. Və siz artıq əldə etdiyiniz nəticələr əsasında, qiymətlər əsasında başlayırsınız öz fəaliyyətinizi müəyyənləşdirməyə, strategiya qurmağa ki, mən nə edeyim, fəaliyyətim daha da yaxşılaşsın və mən daha da yaxşı nəticələr əldə edeyim. Və bu şagird özünü qiymətləndirməklə yoldaş qiymətləndirilməsində bayaq dediyim kimi əsas məsələlərdən biri obyektivlikdir. Bunun üçün nə lazımdır bizə? Meyarlar lazımdır. Və baxın, siz başqasını qiymətləndirəndə, yoldaşınızı qiymətləndirmə, avtomatik olaraq nə nəticə çıxıram? Mən bax, buradan nə nəticə çıxardıram? Mən başa düşürəm ki, deməli sən meyarları tam dərk edibsən ki, yoldaşını qiymətləndirə bilirsən. Və yoldaşını qiymətləndirən insan əlbəttə ki, özünü də qiymətləndirə bilər. Eyni zamanda özünü qiymətləndirən insan yoldaşını da fəaliyyətini qiymətləndirə bilər. Hər iki qiymətləndirmə qarşılıqlıdır. Özünü qiymətləndirən yoldaşını, yoldaşını qiymətləndirən də özünü qiymətləndirə bilər. Çünki meyarı başa düşübdür bu. Meyarı başa düşüb. Bir dənə problemimiz obyektivlikdir. Onun üçün də bizim meyarlarımız olmalıdır. Meyarlarımız. Və bu qiymətləndirmə növündən daha çox nədə istifadə olmalıdır? Layihələrdə və qrup işlərində. Bir də bu məqamı qeyd edeyim. Yoldaş qiymətləndirilməsi, nə var burada qara şifrlə oxuyaq? Yoldaş qiymətləndirməsi şagirdlərin digər şagirdlərə rəy verməsidir. Bəli. Məqsədi şagirdlərin öyrənmə prosesinə bir-birinə kömək etməsidir. Yəni bir-birinə rəy verməsidir. Yəni şagird dərk edir ki, özündən başqasının da öyrənmək üçün məsuliyyət daşıyır. Dəstəkləyici mühit olmalıdır. Bir də ki, bu. Layihə və qrup işlərində daha məqsədə uyğundur. Deməli, yoldaş özünü qiymətləndirmədə obyektiv olmaq üçün meyar olmalıdır. Şagird öz öyrənməsini ölçür və öyrənmə strategiyalarını müəyyənləşdirir. Yoldaşını qiymətləndirən özünü qiymətləndirən yoldaşını qiymətləndirə bilər. Yoldaş qiymətləndirməsi şagirdlərin digər şagirdlərə rəy verməsidir. Məqsədi şagirdin öyrənmə prosesində bir-birinə kömək etməsidir. Yoldaş qiymətləndirməsi, belə deyim, özünü qiymətləndirmə olması üçün nə lazım? Dəstəkləyici mühit. Harda daha çox effektivdir? Layihələrdə və qrup işlərində. Bu da nədir? Yoldaş və özünü qiymətləndirmə ilə bağlıdır. Burada da özünü qiymətləndirmək üçün nümunələr verilib. Yoldaş qiymətləndirməsi üçün nümunə var burada.
İndi bayaq dediyim bu həmin məsələdir. Bu yoldaş qiymətləndirməsi, özünü qiymətləndirmədə olan bu obyektivlik məsələsi müəllimlər üçün ki, hə bu bunun dostudur, bunu yaxşı qiymətləndirəcək, biraz münasibət pusulanı pis qiymətləndirər də. Bunu bəzən tərəddüd edirlər. Onun üçün də dediyim kimi, meyarın ola bilər sənin. Bir də belə bir məqamlardan istifadə edə bilərsən. Məsələn, belə suallar verə bilərsən. Yoldaşın işində, fəaliyyətində, davranışında bəyəndiyin bir şey qeyd, sənə maraqlı olan bir şey qeyd, bir şey təklif et. Yəni artıq uşaq başlayıb kimdəsə mənfi işlərə köklənmir. Münasibəti pisdir, amma məcburdur ki, bəyəndiyi bir şeyi qeyd eləyə. Ona görə nəsə tapmalıdır orada. Maraqlı gələn bir şey qeyd eləyə, bir şey təklif eləyə. Münasibəti belə deyim, pis olsa belə artıq onu pisləyə bilmir verdiyimiz suallar nəticəsində. Çıxış biletləri müəllimlər. Çıxış biletlərdə 2 dənə refleksiya sualı yaz. Axıra 5 dəqiqə, 3 dəqiqə qalmış. Yəni heç izah tələb edən bir şey deyil bu çıxış bileti. Elə burada görünür. 5 dəqiqə qalmış, bir 2 dənə sual yazırsan, bu suallardan birini. Şagirdlər də cavablandırır və beləcə şagirdlərin nə qədər yaxşı öyrəndiyini müəyyənləşdirmiş oluruq burada. Sonra nə var? Rubriklər var. Aha. Baxın müəllimlər. Burada vacib olan nədir? Sizə nə deyim? Bir meyar deyirəm üstən, burada meyarlar məsələsidir, keyfiyyət səviyyəsi, bir də meyarların tərifidir. Meyarlara müvafiq keyfiyyət səviyyələrinin təsvirinin tərifidir. Yəni bunların qarşısındakı bunlara yaxşı olar ki, diqqət eləyəsiniz. Belə zaten baxanda da mənalarını başa düşə bilərsiniz. Məsəl üçün meyarlar nədir? Şagirdə nəyin qiymətləndirəcəyini müəyyənləşdirir, meyardır bu. Keyfiyyət səviyyəsi nə ola bilər? Necə və hansı səviyyədə? Bir də yerdə qalan hər bir səviyyənin meyarlara uyğunluğunu təsvir olur. Baxın, təsvir, səviyyə. Bir də ki, nəyin qiymətləndirəcəyi, bu da meyardır. Amma yəni də diqqət eləyirsiniz. Dediyim kimi, ipuçları var, rahatlıqla tapa bilərsiniz. Az əvvəl göstərdiyim təsvir, səviyyə, bir də ki, nəyin qiymətləndiriləcəyi meyardır. Rubriklərdə, müəllimlər, təmin kitabında qeyd olunur. Səhv eləmirəmsə, burada da qoymuşam mən. Buradadır. Baxın, meyarlar var, görürsünüzsə. Meyarları var yuxarıda. Keyfiyyət səviyyəsi var. Və o keyfiyyət səviyyəsinə görə bir də sağ tərəfdədir, burada qeyd olunmuşdur. Təsvir var. Bunlara da diqqət edin. Bunların da yeri yəni fərqli ola bilər də, dəyişik ola bilər. Biri sağda, biri solda, aşağıda da verilə bilər o meyar. Yuxarıda yazılan meyar var, amma onu aşağıda da verə bilər. Onun elə bir əhəmiyyəti yoxdur. Aha, bunlar. Bəli. İndi bu fəaliyyətdə baxın. Bu rubriklərin qiymətləndirməsi ən əsas nədə lazımdır? Bu sualı 99% rəsmimizə çıxacaqdır. Timin kitabında da və səhv eləmirəmsə mən tərtib etdim, o testlərdə də bir 15 dənə test var, orada da var. Layihə işinin qiymətləndirilməsində xüsusi əhəmiyyət daşıyır. Rubriklər analitik və holistik rubriklər ola bilər. Qeyd edirəm ki, analitik rubriklər bir tapşırıq müxtəlif meyarlara görə qiymətləndirilir. Yəni ayrı-ayrılıqda. Ayrı-ayrılıqda qiymətləndirir. Onu səhv buradadır. Bax, bu analitik rubrikdir. Bir dənə göz yaddaşınızdan buna baxın. Bax, ayrı-ayrılıqda qiymətləndirir. Görsən? Biri buradadır, biri burada, biri burada. Ayrı-ayrılıqda qiymətləndirib, ayrı-ayrı, həmən indi birisi də mən ipuçlarımla daha çox yadda saxlamazda kömək eləyirəm. Ayrı-ayrı. Düzdürmü? Belə yazın. Nədir bu? Analitik. Aydındırmı? Ayrı-ayrı. Ayrı analitik. İpucudur sizin üçün. Holistik rubrik isə bütün meyarlar eyni anda. Ümumi bir mühakimə ilə qiymətləndirilir. Ayrı analitik, ayrı qiymətləndirmə gördünüz oradadır. Ümumi qiymətləndirmədə görsəz holistik rubrika aiddir. Ümumi qiymətləndirmədə holistik rubrika aiddir. Nə idi burada əsas məsələ dedik? Təriflərinə diqqət eləyin, meyarlar, keyfiyyət səviyyəsi, bir də keyfiyyət səviyyələrinin təsviri, onlara diqqət edin. Dedik, amma təsvir, səviyyə, bir də nəyi qiymətləndirəcək, o da meyardır. Bunları dedik. Layihə işlərində ön plana çıxırıq, bunu dedik. Layihə işlərində. Bir də bu qiymətləndirmə nə gətirir? Burada qeyd etmişəm, bərabərlik gətirir. Aha, deyən qeyd etməmişəm bunu. Bax, deyim. Həmçinin bərabərlik və ədalətlik gətirir. Bu rubriklərdən istifadə. Rubrikdə analitik və holistik ola bilər. Analitik rubrik ayrı-ayrı. Holistik rubrik ümumilikdə qiymətləndirir. Ümumi bir mühakimə əsasında qiymətləndirmə aparır. Bir də sizə nəyə qeyd edir müəllimlər? Analitik və
Bir də nədir məsələ? Analitik və holistik rubriklərdə fərqi yoxdur. Bax, burada məsələn bir şey var. Rubriklər var ki, ümumi rubrik ola bilər. Ümumi. Bir də ki, tapşırıq əsaslanan ola bilər. Aha. Bəzən müəllimlər gedir nə edir? Deyir ki, holistik rubrik nə idi? Ümumi mühakimə əsasına qiymətləndirilir. Onda holistik ümumi meyarlardır. Bir dənə diqqət edin ki, ümumi və tapşırığa əsaslanan meyarlar həm bax bu analitik və holistik ola bilər, eyni zamanda bu da analitik və holistik ola bilər. Burada fərq nədir? Bizim rubrikimiz nətər ola bilər? Analitik, düzdürmü? Bir də nətər olur? Düzdürmü? Analitik və holistik olur. Bu bizim rubriklərimizdir. Amma bizim bu rubriklərdə istifadə etdiyimiz meyarlar bax burada həm ümumi ola bilər, həm tapşırığa əsaslanan. Həm ümumi, həm tapşırığa əsaslanan. Bax bu formada. Bu özləri rubrikdir. Bu qarşılarındakı da bu rubriklərdə istifadə etdiyimiz meyarlardır. İndi sual yarana bilər. Müəllim, ümumi nədir? Ümumi nədir? Tapşırığa əsaslanan nədir? Müəllim, ümumi rubrik odur ki, bax, esse, düzdür? Eyni meyar qoysan ki, esse yazanda durğu şairlərinə diqqət eləyir. Esseni, məsəl üçün deyirəm, intonasiya ilə oxuyur, bayaq dediyimiz məsələ. Sən bunu bir dənə, məsəl üçün, ana haqqında esseyə yox, vətən haqqında, torpaq haqqında nə qədər esse yazdırırsan yazdır, hamısında istifadə edə bilərsən ki, durğu şairlərinə diqqət eləyir, intonasiya ilə oxuyur. Və yaxud, riyaziyyatdan 50 dənə tapşırıq yazdır, hamısında eyni meyarına istifadə edə bilərsən, toplama əməllərini doğru yerinə yetirir. Bax, bu ümumi meyardır. Amma tapşırığa əsaslananda fərqlilik ola bilər. Məsələn, tənlikdə başqa şey deyə bilərsən, x nə idi? Tənlikdə başqa şey deyə bilərsən, nə bilim, sinusda, kosinusda başqa meyar qoya bilərsən, nə bilim, gəldik tarixdə başqa, ədəbiyyatda başqa, yəni tapşırığa əsaslanan meyarın da ola bilər, amma ümumi meyarlar da var. Və dedik ki, analitik ümumi tapşırığa əsaslanan, holistik ümumi tapşırığa əsaslanan bu formada ola bilər. Daha sonra müəllimlər, nəyi deməli idi? Əks sahənin qurulması, bunlara dedik. Əks sahə qurulması, effektiv rəyin verilməsi. İndi, əks sahə məsələsində bəzən effektiv rəyidir, əks sahədir. Burada yanlış olan məqam nədir? Bəzən müəllimlərin verdiyi rəy keçmişə yönəliş ola bilər, emosiya yönəliş ola bilər. Məsəl, rəy verirsən, afərin, sən çox ağıllısan. Bu tapşırıqları yerinə yetirməyin sənin bu yüksək zəkandan irəli gəlir. Belə rəy nədir? Emosional rəydir. Və yaxud, keçmişə yönəlişdir. Sən bu tapşırığın həllində bu stratejiyadan istifadə etməsəydin, misalı, cavabını düz tapmış olardın. Olardın, etməsəydin, keçmişdir. Keçmişə yönəliş rəydir. Aydındır mı? Əgər bizim gələcək fəaliyyətimiz haqqında, baxın, rəy nətər olmalıdır? Rəy bu günümüzü ifadə eləməlidir. Bu günümüzü ifadə eləməlidir. Vəziyyətə uyğun olmalıdır. Hal-hazırda indiki vəziyyətimə uyğun olmalıdır. Burada səhvlənməyəcə var. Aha, dən yoxdur. Nəysə. Aha, rəy bu günümüzə uyğun olmalıdır. Hal-hazırki vəziyyətimizə. Yəni, nə vəziyyətdəyimsə onu düzgün təsvir eləməlidir. Nəyi səhv, nəyi düz yazmışamsa, indiki vəziyyətimə uyğun olmalıdır. Amma gələcək fəaliyyətimə yönəlmiş olmalıdır. Məni gələcəkdə düz fəaliyyətə yönəltməlidir. İndiki vəziyyətimə uyğun, səhvimi düzümü uyğun qeyd eləməlidir və gələcək fəaliyyətimə düzgün müəyyənləşdirməlidir, yol göstərməlidir, gələcəyə yönəliş olmalıdır. Rəy deməli, keçmişə yox, gələcəyə yönəliş olmalıdır, emosiyalara yox, idraki sahəyə yönəliş olmalıdır, idraki fəaliyyətə. Yəni, sən çox zəkalısan deyəndə, çox adam düşünür ki, zəka nədir? İdrakla bağlıdır. Gedim elə deyim ki, idrak var. Elə deyil axı. Sən bunu tərifləyirsən, bunu gördüyü işi qiymətləndirmirsən. Elə yalan nə deyirsən, ağıllısan, savadlısan, dahisən, ona görə dahi şəxs olduğuna görə bu misalı düz yazırsan. Bu emosiyalara yönəlişdir bu formada. Amma onun fəaliyyətindən, fəaliyyəti haqqında rəy verirəmsə, bu idraki sahə ilə bağlıdır.
və verdiyim rəy ola bilər idrak sahənə bağlı olsun. Bayaq dediyim fəaliyyətin, amma keçmişə yönəlikdir. Yazmasaydın cavabı düz tapardın. Keçmişdədir. Mənim rəyim gələcəyə yönəlik olmalıdır ki, sən bu tapşırığın həllində istifadə etdiyin strategiya yanlışdır, məsəl üçün rəy verirəm və yaxud deyirəm ki, bu misalı həll etmək üçün yenidən tapşırıq deyirəm, qaydaları təkrar edib, bu tapşırığı yenidən işləsən, cavabı düz tapacaqsan. Gələcəyə yönəltdir. Rəy bu formada olmalıdır. Bir də rəyin mümkün qədər nə tür olmalıdır? Rəy verən zaman effektiv rəy vermək istəyirsənsə də, rəy mümkün qədər spesifik olmalıdır. Nəyi səhv, nəyi düz? Deyirəm ki, bax, uşaq tapşırığı səhv yazır. Deyirəm ki, tapşırığı yaz, yenidən yaz, gətir. Düzdürmü? Və yaxud tapşırığı doğru yazmaq üçün get kitabdakı qaydalardan istifadə elə. Bu tam spesifik rəy deyil. Niyə? Bu gedib bu yetim hansı qaydaya baxacaq, onu bilmir. Amma mən ona deyirəm ki, sən bu tapşırığı həll etmək üçün, bizim tapşırığımızı həll etmək üçün, sən burada yanlış etdiyin məqam sinusla bağlıdır. Get kitabda sinusla bağlı, nə bilim, o dərəcələrdir, nədir, 2-də 1-dir, nədir, kəsir, kökaltı məsələləri. Get o cədvəli yenidən göz gəzdir, təkrar elə və tapşırığı yenidən həll et. Görürsən, nəyi səhv eləyibdir, nəyi hardan baxa bilər, nəyi necə neynəməlidir, yol göstərirəm. Tapşırığı özüm həll eləmirəm, sadəcə tapşırığı düz yazmaq üçün hansı mənbədən istifadə eləməlidir, onu yönləndirirəm. Bax, bu spesifik rəydir. Və yaxud mətn oxuyursan, biraz ən çox belə çəkinir. Hal-hazırda qoşulan müəllimlər çoxlu qadın müəllimlər, 2 müəllim yoxdur. Qruplarda nisbətən az iştirak edən, 1-dən 2-dən olmayan. Ən çox qadın müəllimlərdir. Ona görə müəyyən qədər o sahədə, yəni belə deyim, onların başa düşəcəyi bir misal çəkim, gündəlik həyatda rast gəldikləri. Təsəvvür edin, yemək bişirirsiniz. Düzdür? Və yaxud, nə bilim, yoldaşınız, qardaşınız, ananız, atanız deyir ki, yemək pisdir. Pis olan nədir? Bilmirsiniz. Bu spesifik rəy deyil. Amma deyirlər ki, yemək duzludur, yağı çoxdur. Gələn dəfə yemək hazırlayanda duzuna və yağına fikir versən, daha dadlı çıxacaq. Həm gələcəyə yönəlikdir, həm fəaliyyətlə bağlıdır, həm də spesifikdir. Nəyin eləməli olduğunu bildirir. Bax, budur. Və vaxtında vermək. Rəy mümkün qədər vaxtında verilməlidir. Təsəvvür elə, bir həftə bundan qabaq pişirdiyin yemək haqqında bu gün rəy verir atan və yaxud qardaşın, kimsə bu gün rəy verir. Sən artıq bir həftə pişirdiyin yemək yadından çıxıb nə pişiribsən. Gündə 3 dəfə deyəm, 2 dəfə deyək də. İndi səhər yeməyi çox vaxt elə standart yumurta, nə bilim, şirin çay budur. 2 dəfə yemək pişirirsən və bir həftə sonra 14 dəfə yemək pişirmiş olursan və sən bir həftə əvvəl pişirdiyin yemək artıq yadından çıxıbdır. Və qardaşın ne deyir ki, bir həftə bundan qabaq pişirdiyin yeməyin duzu çox idi. Sən artıq bir həftə qabaq nə yemək pişiribsən yadından çıxıbdır. Dərs elədir. Təsəvvür elə, bir həftədən sonra sənə rəy verirlər, bir həftə oxuduğun şey haqqında. Sən o bir həftə əvvəl nə oxuyubsan yadından çıxıbdır. Bax, bu gecikmiş rəydir. Ona görə rəy mümkün qədər vaxtında verilməlidir. Rəy mümkün qədər vaxtında verilməlidir. Buradadır. Şagirdin nailiyyətini təlim məqsədləri baxımından dəyərləndirmək. Şagirdin nailiyyətlərini təlim məqsədləri baxımından dəyərləndirmək. Məsələn, bu gün yemək pişirirsən və anan deyir ki, bu gün nəyə diqqət elə? Sən deyirəm ki, yemək pişirəndə hər dəfə duzunu biraz çox eləyirsən, yağını, nəyəsə belə bir problemlər yaradırsan. Artıq bu gün qarşınıza qoyduğunuz problem yeməyin yağıdır. Duz məsələsinin başını bıraxırsınız. Əsas yeməyin yağına diqqət edirsiniz. Və sən yeməyin yağına diqqət edirsən, yemək yağı qaydasında olur. Amma yemək ortaya gələndə anan deyir ki, bu nədir, yeməyi yenə duzlu eləyirsən. Amma halbuki siz yeməyə başlayanda nəyə qarşınıza məqsəd qoymuşdunuz? Onun yağını tarazlamağı, duzu yox. Yağı qarşıya məqsəd qoyursunuz, axırda anan duzu qiymətləndirir. Bu da səhvdir. Yağı qarşıya məqsəd qoyursansa, axırda da yağı qiymətləndirməlisən. Rəy şagirdlərə həssaslıqla çatdırmaq. Yemək pişiribsən, ortaya gətiribsən, Qadif deyirlər, buna yemək. Sən Allah bir dəlindən qazan alma. Çox pis, duzlu, yağlı, yeyiləsi yemək deyil.
Sən həvəsdən düşürsən, ağlayırsan, sızlayırsan, pis olursan. Deyirsən ki, bir də özünüz bişirib özünüz yeyərsiniz. Amma normal formada desək ki, misal üçün, ay baba, ay qızım, bu yemək duzludur və yaxud biraz duzlu çıxıb elə bil. Gələn səfər bişirəndə bunun acı duzuna fikir ver. Biraz yumşaq formada, həssaslıqla. Birinci və yaxud başlayır deyir ki, balama halal olsun və yaxud nə bilim, indi qardaş heç vaxt o bacının o deyib bişirdiyini heç vaxt tərifləmir. Nə bilim, valideyn də, ana, ata normal şəkildə deyir ki, halal olsun bax. Artıq yeməyimiz sən bişirirsən bizim, əziyyət çəkirsən, hər şey yaxşıdır. Sadəcə elə biraz duzunda çoxluq olub, buna da fikir versən əla. Gördün nətər həssaslığını çatdırdı. Amma qayıdıb desələr ki, buna yemək, sən canın əlini qazana yaxın vurmasın. Ona görə verilən rəy ilə dərs prosesində də belədir. Həssaslıqla çatdırılmalıdır. Əgər sizə bu formada verilən rəy, bayaq dediyim kimi deyir, hər şey əladır, bizim yeməyimizi sən bişirirsən, gələn səfər biraz da duzuna fikir ver. Sənin bir ay sonra artıq sən bu formada rəy alırlar, bir ay sonra baxırsan ki, aşpaz olubsan sən. Qəşəng yeməklər bişirirsən. Amma sən bu gün desələr ki, əlini qazana vurma, sən həvəsdən düşəsən. Bir həftə sonra həvəsə gəlsən ki, durun bir şirniyyat bişirin. Deyəsən, yox, onsuz da əlimin dadı duzu yoxdur. Bişirəcəm yenə yeyən olmayacaq. Dərs də elədir. Bir aydan sonra həvəslənəsən ki, durun bir şey oxuyum, yadına düşəcək ki, müəllim maddə demişdir, başın işləmir. Bunu nətər səhv yazarsan sən? Həvəsdən düşəsən, oturasan yerinə. Ona görə rəy müsbət yanaşma olmalıdır, pozitiv istiqamətli olmalıdır. Amma çatışmazlıqları da qeyd etməlidir. Atan demir ki, yaxşı bişiribsən, atan deyir, qəşəngdir, sağ ol, yeməyimi sən bişirirsən, amma elə bir duzu biraz çox olur. Gördün? Səhvini də dedi. Bu dərs prosesdə olmalıdır. Yaxşı məqamları, müsbət yönümlü, müsbət istiqamətli olmalıdır və sənin o çatışmazlıqlarını da qeyd etməlidir. Bir də ən çox gördüyümüz səhv nədir? Rəy verən zaman nə varır? 2 dənə məqam var ki, bu yanlış məqamdır. Evdə yemək bişiribsən, ana deyir ki, sən nə bilim indi biraz çox haram olsun, falan kəsin qızı elə qəşəng yemək bişirir. Ay belə bişirir, vay elə bişirir. Sən falan kəsin uşağından düşdün prinsipə. Gördün? Bax, bu formada rəy vermək olmaz. Kimlənsə rəqabətə soxmaq olmaz uşağı. Və yaxud, yemək bişirirsən, anan gedib gəlir, eləcə, nə oldu, nətə bişirdin, gəh duzuna baxım. Deyirsən ki, dəsən Allah bişirənsənsə, gəl özün bişir, mən geyim oturum da, qoymusan ki, yeməyimizi bişirək. Bax, dərs də belədir. Bu iki formada olmamalıdır. Müəllim gedib gəlib başının üstə dursa ki, görüm niyə insən, nə varsan, sən bezəsən ki, nə oldu elə, bu gedib gəlib mənə baxır ki. Və yaxud desə ki, ay Vəli, sağ ayıbı olsun və yaxud ay filankəs, sağ ayıbı olsun, Əli səndən qəşəng işləyib bu testi. Sən prinsipə düşəsən, çıxan kimi Əli ilə dalaşım. Bax, bu formada rəy bu məqamları nəzərə almalıdır. Uşağı kimlənsə rəqabətə soxmamalıdır. Artıq uşaq bezməməlidir o nəzarətdən ki, müəllim eləcə mənim uşaq deyir. Eləcə fikirləmə baxın, mən diqqətim məndədir və yaxud rəy verən zaman bu şeylərə diqqət etməliyik. Yəni, müşahidə ilə, rəylə bağlı olan məqamlardır. Rəy də həssas olmalıdır, konstruktiv çatdırılmalıdır, qeyd elədiyimiz məqamlar. Rəy zamanı aşağıdakı ifadələrdən istifadə etmək olar bunları. Rəy məsələn. Rəy dediyimiz kimi, müəllim tərəfindən, yalnız müəllim tərəfindən yox, şagird bir-birinə verə bilər və yaxud başqasından da kimlərsə də rəy ala bilərik. Yəni, tək rəyi biz müəllimdən alırıq, bu yanlış yanaşmadır. Rəyi başqasından da ala bilərik. Digər insanlardan da. Bir də, bayaq dedim, bu xüsusilə də valideynlərdə o məsələ, dediyim məsələ ki, müqayisə edir uşaqlarına kimləsə, filan kəs belə eləyir, yəni yaxşı yemək bişirirsən, bişirəmirsən, ayıbı olsun. Bu kimi məqamlar var ki, çox vaxt valideynlər uşaqlarını kiminsə övladınla müqayisə edir də, belə desək. Filan kəs belədir, amma sən eləyəmirsən və bu da nəticədə artıq insanlarda, uşaqlarda gələcəkdə də belə zədəli bir məqam yaradır. Artıq insanlar bütün həyatı boyu özləri ilə prinsip aparmır, özləri ilə rəqabət aparmır və özləri üçün yox, daimi psixoloji olaraq, şüuraltı olaraq başqalarıyla rəqabət halında olur. Və beləcə sən heç vaxt dünyada bu qədər insan var, onların hamısından yüksək ola bilmərsən. Bu gün Əli ilə rəqabət aparsan, sabah Vəli ilə rəqabət aparsan və belə ömür ötüb gedəcəkdir. Və bir də eləsən ki, sən özün üçün yaşamayırsan, elə başqaları üçün başqaları ilə rəqabət aparırsan. Bunun da səbəbkarı valideynlərin az yaşda uşaqlara bu yüklədiyi məsuliyyətdir ki, filan kəs belədir, sən eləyənmədi. Ona görə bu yanaşmalardan uzaq olun.
Əgər sizin də gənclikdə bu uşaq vaxtı şuuraltı olaraq sizə belə bir yük yüklənibsə də, yadınızdan çıxardın və çalışın ki, gələcəkdə övladlarınıza qarşı belə yanaşmada olmayasınız. Oldu müəllimlər. Sağ olun, özünüzə yaxşı baxın. Ümid edirəm ki, öyrədici bir izah oldu. Nəsə bir xeyir oldu sizin üçün. Növbəti izahlarda görüşənədək.